İnnel hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi ecmaîn əmmə ba'd. Deməli qardaşlar, biz damirlərin, yəni hansı damirlər nasibdə olan bitişik damirlərin muttasil munfasil məsələsinə toxunduq və keçən dərs bu Şeyx İbn Useymin rahmehullahın Əlfiyyə olan şərhidir və burada keçən dərsin xülasəsini gətirir şeyx. Yəni bizim əlimizdə olan İbn Aqilin şərhində bu yoxdur. Yəni kim istəsə video saxlayıb köçürdə bilər. Şeyx burada gətirir ki, xülasə odur ki, Ənə İbn Məlik istəsnə minəl qaidəti səbiqə və hiyə ənəhu la yumkin ən yu'tə bi munfasil mə'a imkanı muttasil. İstəsnə minhə thələthə damair mənsuban muttasılətən. Yəcuzu fihə el-infisal vəl-ihtisal və zəlikə fi sələsəl məsail. Yəni 3 yerdə istisnanı gətirib ki, İzə kənəl damir məfulən bihi thəniyən səələ və əxtanı kimi onun axavatlarında kimi olarsa ki, yəni nə demişdi? Yəni muttasil olaraq nədir? Munfasıl, yəni gətirməsin. Amma 3 yerdə istisna edib, onlardan biri də bu birincini dedik. İkincisi İzə kənə damir thəni xəbəru kənə əv ihdə əxavatihə. Kənənin əgər xəbəridirsə, üçüncü İzə kənə damir məfulən thəniyən zanna əv ihdə əxavatihə. Zanna və yaxud da onun əxavatının yəni ikinci damiri deyirəm, ikinci məfulu damir kimi gələrsə. Yəni bunu xülasə olaraq İbn Hüseyn rəhməhullah gətirdi. Gətirdi ki, yəni belə halda olsa da belə, yəni istəsən munfasil, istəsən muttasil kimi gətirə bilərsən. Amma dedik ki, Sibavey yəni bu məsələlərdə yəni başqa rəydədir. Yaxşı, deməli inşallah qaydaq kitabımıza. 66-cı beytdə və qaddimən əxassə fi ittisali və qaddimən mə şi'tə fil infisal. Əgər muttasil eləmək istəyirsənsə, yəni muttasil vəziyyətində istifadə eləmək istəsən, yəni bu halda, bu hal cümləsidir, onda daha mərifəni öndə gətir. Daha xas olanı öndə gətir. Dedik ki, damirlər mərifədir, bəli, mərifədir. Və damirin içində də ən mərifə olan hansıdır? Mütəkəllim, sonra müxatab, sonra qayib gəlir. Və onlardan ən əxassını, ən mərifə olanı önə çəkirsən. Damir mütəkəllim əxassu min damir müxatab və damir müxatab əxassu min damir qayib. Bunu dedik. Fən iştəmə damiranə mənsubanə əhəduhum əxassu minəl əxar. Əgər iki dənə damir yanaşı gələrsə və biri digərindən daha mərifətsə və fəin kənət muttasileyni və həmçinin onlardan ikisi də muttasil olarsa vəcəbə təqdimul əxassı minhumə. Onda daha mərif hansısa onu öndə gətirmək lazımdır. Fətəqul, misal üçün deyirsən ki, əd-dirhəm a'taytukəhu. Dirhəmi sənə verdim. Kəhu. A'taytanihi. Dirhəmi mənə verdi. Sən verdin. Bitəqdimil kəf, kəf öndə gəlib. Val yə aləl hə. Həmçinin kəf və yə hədən öndə gəldi. Daha mərifə olduğu. Lənnəhumə əxassu minəl hə. Çünki onlar hə damirindən daha xasdırlar, daha mərifədirlər. Lənnəl kəfə lil-müxatab val yə lil-mütəkəllim val hə lil-qayib. Çünki deyir, kəf üçüncü şəxs üçündür, ikinci şəxsə aid olan damirdir, ya isə birinci şəxsə aid olan damirdir, hə isə üçüncü şəxsə aid olan damirdir. Və lə yəcuzu təqdimul qayb mə'al ittisal. Yəni muttasil etdikdə həni öndə gətirmək icazəli deyil. Misal üçün fələ təqulu belə demə. A'taytuhu kə. Buradakı vav qardaşlar işbə'dir. Yəni bunu tələffüz rahat olsun deyənəm. Deməli bu cür demək olmaz. Və lə a'tay
Təhuni bu cür olmaz. Yəni həni öndə gətirmək olmaz. Və cəzəhu qovmun bəziləri icazə verib. Və minhu ravahu İbn Əsir fi Qaribil Hədis və İbn Əsir rahmehullah Qaribil Hədis kitabında gətirib Osman radiyallahu sözündən ərahumuni əl-batilu şeytanan sözündə gətirib bu cümlənin mənası odur ki, yəni batil, burada fail batildir. Batil, əra, yəni feildir. Bu batil əranın, əra feilinin failidir. Batil məni onlara şeytan olaraq göstərdi. Yəni ərahum əl-batilu əl-qovmə ənni şeytanun. Sanki cümlə mənası budur. Və bu dediyim bu mənanı Əlfiyyənin şərhi olan Avdahül Məsəlik, hansı ki İbn Hişam rahmetullah şərh edib və onun da şərhi var. Orada qeyd edirlər ki, bu cümlənin mənası yəni ərahum əl-batilu əl-qovmə ənni şeytanun kimidir. Sonra gətirir ki, fə infusilə əhəduhumə, əgər sən istəyirsən ki, indi bunları ayrı istifadə eləsən, munfasil olaraq. Yəni indi neyniyək? Bu daha mərifəni öndə gətirək, yoxsa ixtiyar sahibsin. Deyir, əgər munfasil olaraq istifadə eləsən, kunta bil xiyar, onda seçim səndədir. Necə seçsən? Fə in şi'tə qaddamtə əl-əxas. İstəsən daha mərifəni öndə gətir və yaxud da ki, digərini aşağı mərifə olanı öndə gətir. Misal üçün, əd-dirham a'taytukə İyyəhu və yaxud da ki, a'taytəni iyyəhu kimi, yəni dirhəmi mənə verdin, yəni onu mənə verdin kimi və in şi'tə qaddamtə qayrəl-əxas və yaxud da qeyri-əxası gətirə bilərsən. Fəqultə deyə bilərsən ki, a'taytuhu iyyəkə, onu sənə verdim, a'taytahu iyyəyə, sən onu mənə verdin. Və ileyhi əşərə bi qavlihi, və bu dediyimiz söhbətə, mənalara hansı kəlmə ilə işarə edib? Və qaddim, nə yox, bu qaddimən olmalıdır, çünki şeirdə elə deyib. Qaddimən mə şi'tə fil infisali, yəni munfasil gətirsən, hansını istəsən onu öndə gətir. Heç mən deyəsən, beyti tərcümə elədim. Yaxşı da elə burada tərcümə elədik. Və həzə əlləzi zəkərə leysə alə itlaqihi, və bunun İbn Məlikin dediyi, yəni mütləq şəkildə deyil. Yəni istəsən öndə gətir əgər munfasil olaraq, yəni munfasil olaraq istifadə eləsən, istəsən öndə gətir daha mərifəni və yaxud da qeyri-mərifə yox, yəni aşağı mərifəni üstün mərifədən öndə gətir. Bu deyir mütləq şəkildə belə deyil. Bəl innəmə yəcuzu təqdimlə qeyri'l-əxas bil infisal indəl əmnil ləbs. Əksinə bunu nə vaxt eləyə bilərsən? Əgər əminsənsə, yəni qeyri-əxas yoxdur, əxasdan öndə gətirmək nə vaxt olar? Munfasil olaraq ləbsdən əmin olarsansa, yəni iltibəsdən, məsələnin qarşılıq düşməməsindən əmin olarsansa. Fə in xifə ləbsun ləm yəcuz. Əgər iltibəs varsa, bu iltibəs qorxusu varsa, ləm yəcuz, onda icazəli deyil ki, sən istədiyin kimi deyəsən. Nə deməkdir o? Fə in qultə Zeydun a'taytuka iyyəhu. Əgər sən bu Zeyd misalında gətirsən ki, verdim sənə Zeydi. Zeyd tutaq ki, bir quldur, xidmətçidir. Deyirsən ki, Zeydi verdim sənə və yaxud da ki, uşağıdır, bunlarda qalıb. Bu da deyir ki, verdim Zeydi sənə. Dirhəm aydındır. Yəni dirhəmdə istədiyini elə bilər. Dirhəmdə yəni
ancaq götürüləndir. Dirhəm özü nəsə əldə eləyə bilmir axı. Amma burada sən deyir belə desən, ləm yəcüz təqdimul qayib. Onda fələ təqul qaybi öndə gətirmə. Fələ təqul deməklə ki, Zeydun a'taytuhu iyyaka. Belə demə. Niyə? Lənnəhu la yu'lamu həl Zeydun məxuzun əv əxizun. Yəni dəqiq bilinmir. Yəni o dirhəmi götürən Zeyddir, dirhəmi deyirəm. Yəni Zeyd götürüb onu, yoxsa Zeydin özünü götürüblər. Aydındır? Yəni Zeydə vermisən, yoxsa Zeydin özünü kiməsə vermisən. Amma dirhəmdə elə deyil də, dirhəm özü nəsə götürmür. Dirhəmdə problem deyil. Burada mütləq nədir? Zeydun a'taytuka iyyahu deməlisən ki, onu sənə verdim. Elə ki, sənə onu verdim. Bu cür. Hər bir halda yəni iltibas məsələsində deyir, ehtiyatlı olmaq lazımdır. Növbəti beytdə 67-də və fi ittihati rutbəti ilzəm faslan və qad yubihul qaybu fihi vaslan. Deyir, ittihad vəziyyətində, yəni rütbələr eynidirsə, yəni kə, yə eynidirsə, onda fasl elə. Yəni mütləq munfasil elə, ayır. Və qad yubihu əl-qaybu fihi vaslan. Amma bəzən rütbəsi eyni olan, eynidir. Yəni fihi şeyə qayıdır da, rütbəsi eyni olana. Fi ittihadi yəni. Elə bir ki, belədir. Və qad yubihul qaybu fi ittihadi vaslan. Amma rütbəsi eyni olsa da, üçüncü şəxsdə nədir? Muttasil etmək caizdir. Muttasil etmək caizdir. Bu da gətirəcək, yəni əslində nə demək istəyir? İdə ictəməə damirani və kənə mənsubayni və ittəhədə fi rütbə kəən yəkuna lil mütəkəllimeyni əv müxatibeyni əv qaibeyni. Fəinnəhu yəlzəmu əl-faslu fi əhədihimə. Əgər deyir, bu iki damirlər mənsub olan və rütbə cəhətdən eyni olan damirlər bir yerdə işlənərsə, sanki yəni birinci şəxsin, ikinci şəxsin, üçüncü şəxsin damirləri eyni. Birinci ilə birinci, ikinci ilə ikinci, üçüncü ilə üçüncü işlənərsə, onda deyir, lazımdır ki, onlardan birini fasl edəsən. Fətəqul, misal üçün deyirsən ki, ətəytəni iyyəyə. Bu cür deyirsən. Və ətəytukə iyyəkə. Və ətəytuhu iyyəhu. Yəni, məni mənə verdin. Bu nə deməkdir, məni mənə verdin? İndi burada başqa misal gətirirlər ki, tutaq ki, qul öz ağasına deyir ki, məni öz nəfsimə, məni məlləktəni iyyəyə. Yəni, mən özümü azad edim, yəni öz-özümün sahibi olum. Yəni, bu cür yəni, misalda daha başa düşülən olur. Yəni, səni sənə verdim, yəni səni azad etdim. Bu cür. Və lə yəcuz ittisalu damireyni fələ təqul ətəytənini, yəni bu cür demək icazəli deyil, ittisal eləmək olmaz. Ətəytukəkə və lə ətəytuhu olmaz. Buradakı vav yenə işbəğdir. Yəni, hu, yəni hu vavdan sonra bu gətirirlər. Yəni, belə olmaz. Deyir ki, sonra şeyx ki, sanki bir suala cavab olaraq, Nəam, inkənə qaybeyn vaxtələfə ləfsuhumə. Bayaq dedik axı, üçüncüdə və qad yubihu əl-qaybu fihi vaslə. Yəni, burada vasl problem deyil bəzən, amma orada şərt var. Harada qalır? İmkanə qaybeyn vaxtı. Ləfsləri müxtəlif olarsa, yəni biri hudur, biri humədir. Baxmayaraq ki, üçüncü şəxsdir. Fəqad yəttəsiləni artıq nə olur? Muttasil etmək olar. Misal üçün, əz-zeydəni əd-dirhəmu ətəytuhu mə, bax, humə var, baxın. Humə, üçüncü şəxsdir, elədir. Bir də hu. Ətəytuhu mə, hu. Burada ləfsləri ayrıdır deyənə demək olar. Deməli, buradakı humə qayıdır Zeydə, Zeydəniyə.
bu isə qayıdır dirhəmə. Hə? Dirhəmi o 2 zeydə verdim. Və ileyhə əşərə bi qavlihi fil kafiyə və İbn Məlik Kəfiyyə kitabında işarə eləyib bu məsələyə. Elə Kəfiyyə əslində kitabın adı Əl-Kəfiyyəti Şəfiyyədir. O da elə İbn Məlikin kitabıdır. Sadəcə o 2700 beyt təqribən 2700 beytdir. Və orada belə bir beyt gətirib. Mə'a ixtilafi mə və nəhvə daminət iyyahumul ardu əd-daruratul iqtidat. Deyir, hər nə vaxt ki fərqli olarsa, yəni hər hansı biri fərqli olarsa, misal üçün daminət iyyahumul ardu kimi əd-daruratu iqtidat və yəni bu misalda olduğu kimi şeirdə darurat iqtidar və şeir deyir bunu zərurət qılmışdır. Zərurət qılmışdır. Əslində burada götürmüşdü də bunu. Daminət hum olmalıydı axı. Niyə daminət iyyahum dedi? Yəni bunu götürmüşdü əslən. Nə ki, hər bir halda bu şeirində bildirib. Və rubbəmə uthbitə hədəl beytu fi bə'd nusxəl əlfiyyə və leysə minhə. Bəzən deyir ola bilsin ki, bu beyt əlfiyyə nüsxəsində, bu əl yazmalarda da, bəzən görürsən ki, başqa mətbəədə bu əlfiyyənin içində gəlir. İçində gəlir. Elə ki, 1000 beytdir, 1002 beyt kimi gəlir. Onda deyir, bəzən deyir belə ola bilər, və leysə minhə, amma onun əslindən olmadığı halda bəzən deyir, bu nüsxələrdə sabit olub. Bunu İbn Əqil deyir, yəni İbn Əqil özü də qədimdə yaşayıb. İbn Məlikdən az sonra, yəni İbn Məlikdən sonra yaşayıb, amma aralarında səhv eləmirəmsə heç 50 il bəlkə də olar olmaz. İndi inşallah baxarız şeyə, ilinə, ola bilər səhv eləyib. Hər bir halda, yəni bizim bildiyimiz bu mətbə zad, yəni bu çap devrində yaşamayıb, nüsxələr devrində yaşayıb, əl yazmalar devrində. Deyir ki, yəni bu olsa da nüsxənin içində, yəni bilin ki, əlfiyyədən deyil. Və əşərə bi qavlihi və nəhvə daminət. Yaxşı, burada indi daminət qovlu ilə nəyə işarə edib? İlə əxril beyt illə ənəl ityanə bi damir munfasilə fi mövdi yəcbu fihi ittisaluhu darura. Yəni bunu nə üçün gətirib? Ona görə gətirib ki, bu o yerdəki muttasıl olması vacib idi, amma munfasil gətirdi. Aydındır. O yerdəki, yəni ityan bir damir gəlməli idi həqiqətən, nə munfasil olaraq fil mövdi elə bir yerdə ki, yəcbu fihi ittisal, hansı ki orada vacib idi ki, muttasil gətirirsən, amma munfasil olaraq gətirib. Nədir? Daruratı. O da zərurətdir. Zərurət də nə vaxt idi? Yəni şeirlərdə də. Və kəqovlihi və əvvəlki biz buna baxmışdıq. Bil bə'isil varisil əmvati qad daminət iyyahumul ardu fi dahri dəhariri. Və burada and olsun bəis dirildənə, varis, ölülərin varisinə, yəni sonda bütün mal dövlət Allahındır. Qad daminət iyyahumul ardu artıq deyir, yer onları hifz eləyir, yəni qəbirdə yürüyüb onları fi dəhril dəharir. Bunu da dedik ki, yəni şər zamanlarda, yəni zaman, dəhr zaman, dəhərdə, yəni şər vaxtlarda onları qoruyub qəbirdə. Burada da lazım olan şey, yəni daminət iyyahum məsələsidir, eyni ilə yuxarıdakı şeirdə də gətirib. Sonra nun viqayə, yəni qoruyucu nundur. Yəni sözün sonunu, əsasən də deyək ki, feillərin sonunu kəsrədən qoruyur. 68-ci beytdə və qablə yə nəfsin mə'al fiili ultuzim nun, nunu viqayətin və leysə qad nuzim. Yəni bura kimi
sanki beytin bir hissəsidir. Ya nəfs, yəni ya mütəkəllimlə əvvəl feil ilə yanaşı nunul viqayə nədir? İşlənir. Yəni ayrılmaz olaraq işlənir. Və leysi qad nuzim. Amma leysi isə, leysi burada mübtədadır, qad nuzim xəbəridir. Leysi, baxın, leysəni nun istifadə olunmadı. Yəni leysi nunsuz, yəni nun viqayə olmadan gəlməsi qad nuzim, yəni mənzumən olur, şeirlərdə gəlir. Yəni əslində leysəni yəni gəlməlidir və ya da leysə iyyəyə. Amma nədir? Şeirlərdə istifadə olunur. İzə ittəsələ bil fiili ya mütəkəllim lahiqathu lüzumən nunun tüsəmmə nunəl viqayə. Əgər feilə ya mütəkəllim qoşularsa, misal üçün əkramə nədir? Filan kəs ikram etdi, tutaq ki, deyirsən mənə. İndi əkraməyi deyək yoxsa yox, onu deyir. Yəni əgər ya qoşularsa, qoşulduqda lahiqathu lüzumən nun viqayə deyilən adlanmış nun ona məcburən lazımdır ki, nədir? Lahiqə qoşulsun. Və summiyyət bizəlikə, yəni nun viqayə adlanmasının səbəbi li'annəhə qaydan nuna qadıncısındadır. O təqiyə qoruyur feili nədən? Minəl kəsir, kəsrədən. Və zəlikə nəhvə əkraməni və yukrimuni, yəni bu cür deyilir, ona görə deyir bu cür deyilir. Və əkrimni kimi, yəni madi, mudari, əmrdə. Və qad cəə həsfuhə. Mə'a leysə ilə onun həsfi gəlir şuzuzan. Yəni nadir hallarda müxalif olaraq. Kəmə qalə şair, necə şair deyir ki, Adəddu qavmi kə'adidil taysi İz zəhəbəl qavmul kiramu leysi. Qövmümü qum daşları kimi çox gördüm, çox hesab etdim, yəni çox saydım. Yəni çoxdular. Qum daşları deyirəm, qumun sayları qədər, çınqıl daşları sayı qədər çoxdular. İz zəhəbəl qavmul kiramu, yəni hörmətli qövm öldükdə, yəni getdikdə, öldükdə nədir? Leysə, yəni illə ənə, məndən başqa, yəni ölənlər arasında o zaman ki deyir, yəni hörmətli qövlüm, yəni öldü, getdi, mən amma tək qaldım. Yəni məndən başqa buyur getdikdə, yəni mən tək qaldım. Burada nədir? Leysi. Bizə dəlil hissəsi, şeirin dəlil hissəsi budur, leysidir. Şair yəni öz qövmü ilə fəxr edir. Aşağıda var onun mənası. Baxın, burada məndə bu yerdədir. Yəni öz qövmü ilə fəxr edir ki, yəni həm sayları çox idi, həm də onların getməsinə görə həsrət çəkir. Həsrət çəkərək deyir ki, mənim deyir, yəni kəramətli qövmüm, çox saylı qövmüm vaxt var idi ki, yanımda idi. İndi onların hamısı gedib, mən tək qalmışam. Vaxtülüfə fil əfəl təəccüb. Bu fe'l təəccüb ki var, yəni mə əfələhu vəznində. Orada ixtilaf eləyiblər ki, həl təlzəmuhu nun viqayə əmlə. Yəni orada nun viqayə qoşulsun, yoxsa yox. Fətəqul, misal üçün deyəsən ki, mə əfqarani ilə əffilləh. Allahın əffinə necə də möhtacam, ehtiyacım var. Yəni burada nunu deyək deyəndə, yəni deyilməsində ixtilaf var və nunsuz belə də deyiblər. Və mə əfqari ilə əffilləh. Yəni nunsuz da deyiblər. Kimlər? İndə mənlə yəltəzimuhə fihi. Yəni o rəydə olanlar ki, yəni nunun bura ehtiyacı yoxdur. Və sahih ənəhə təlzəm. Səhih odur ki, yəni nun orada istifadə olunsun. Və bu nunun orada istifadə olunmamasını deyənlər
Bu əfələ təəccübü ki var, bu əfələ vəzni, bunu feil kimi görmürlər, isim kimi görürlər. Ona görə isim kimi gördükdə ehtiyac olmayıb nunu. Misal üçün, sən deyirsən qaləmi, orada qaləməni demirsən axı, qaləmi. Eyni ilə deyiblər ki, bu isimdir. Yəni, mə əfələhudakı. O cəhətdən nuna ehtiyac yoxdur. Amma nunu, burada şeyx ki deyir, sahih ənəhə təlzəm, İbn Aqil deyir, yəni səhih odur ki, nun olmalıdır. Bu, necə biz bu vaxta qədər də elə bilirik, yəni əfələ, mə əfələhunu feil görənlərdir. Amma əf'il bihidə isə ittifaqdır ki, feildir. Amma mə əfələhuda yəni ixtilafdır ki, feildir yoxsa isimdir və ixtilafdan da bunun qoşulub qoşulmaması məsələsi ortaya çıxır. Kifayət eləyər inşallah, gələn dəfə davam edərik 69-dan. Sübhanəkallahumma bihamdik, əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.